Salam. Bugün gəlin birlikdə bizə təqdim olunan mənbələr əsasında Azərbaycandakı iş bazarında yeni bir addımı jobsons.co platformasını biraz daha dərindən araşdıraq. Məqsədimiz nədir? Qısaca bu platforma sizin üçün, yəni istər iş axtaran olun, istərsəniz də işə götürən nə təklif edir onu anlamaqdır. Əsas fikir, belə deyək, çox sadədir. İşlə istedadı onlayn bir məkanda görüşdürmək. Beləliklə, gəlin birbaşa detallara keçək. Bu platforma, gördüyümüz kimi, iki əsas qrupa yönəlib. İş axtaranlara və işə götürənlərə. Bəli, və mənbələrdə də vurğulanır ki, onlar təkcə böyük şirkətlərə yox, həm də Azərbaycanın mikro, kiçik, orta sahibkarlarına da fokuslanırlar. Bu, önəmli bir məqamdır məncə. Bu geniş əhatə dairəsi maraqlıdır. Və baxın, burada sadəcə bir elan saytı olmaqdan daha dərin bir məqsəd var. Missiyaları var, vizyonları var. Maraqlıdır, nədir o missiya və vizyon? Missiyaları iş axtaranlarla işə götürənləri dəstəkləmək, iqtisadi artımı təşviq etmək və süni intellektlə uyğun namizədləri və işləri bir araya gətirməkdir. Yəni, texnologiyadan aktiv istifadə etmək istəyirlər. Süni intellekt. Bu artıq çox aktual mövzudur. Düzdür. Vizyonları isə daha böyükdür. Hər kəsin öz potensialını tam reallaşdıra bildiyi canlı bir ekosistem yaratmaq. Və bu da onların əsas dəyərləri ilə güvən, innovasiya, əməkdaşlıq, keyfiyyət, müştəri mərkəzliliyi birbaşa bağlıdır. Yaxşı, çox iddialı səslənir. Bəs gəlin görək, bu praktikada sizin üçün, yəni iş axtaran biri üçün nə anlama gəlir? Nə kimi konkret imkanlar var? Əla sualdır. Mənbələrə görə birincisi, iş elanlarını çox asanlıqla filtrləmək, tapmaq mümkündür. Hətta sosial şəbəkələrdə paylaşmaq da olur. Bu paylaşma funksiyası yaxşıdır, dostlara göndərmək olar. Bəli. Və əgər sizin axtardığınız tipdə bir iş elanı gələcəkdə platformaya əlavə olunsa, sizə xəbərdarlıq gələcək. E-poçtla, platformanın özündən, tezliklə isə beylər Telegram və ya WhatsApp-la da. Bu bildirişlər çox faydalıdır. Hər gün sayta girməyə ehtiyac qalmır. Tamamilə. Üstəlik, işə açığam deyə bir status təyin edə bilirsiniz. Bu da işə götürənlərə bir siqnaldır ki, siz aktiv axtarışdasınız. Detallı profil yaratmaq olur. O profil məsələsi vacibdir yəqin ki. Əlbəttə. Və yaxın gələcəkdə, deyəsən, hələ platformanın içində avtomatik CV yaratma funksiyası da olacaqmış. Bu çox rahat olardı. Həqiqətən. Həm də profilinizdəki bacarıqlara, təcrübəyə əsasən sizə uyğun, hədəflənmiş iş bildirişləri gələcək. Onu da deyim ki, platforma 4 dildədir: Azərbaycan, Türk, Rus, İngilis. Çox dilliliyi də vacibdir, bəli. Və əlavə olaraq iş dünyası ilə bağlı bloq yazıları, tez-tez verilən suallar bölməsi kimi resurslar da var. Bütün bunlar yaxşıdır. Amma yəqin ki, ən vacib sual: pulludurmu iş axtaran üçün? Bax, ən əsas məqamlardan biri budur. Mənbələr qəti şəkildə deyir ki, namizədlər, yəni sizlər üçün platformadan istifadə tamamilə pulsuzdur. Super. Hətta elanlara anonim şəkildə, yəni qeydiyyatdan keçmədən də baxmaq olur. Bu şəffaflıq və əlçatanlıq çox yaxşıdır. İndi gəlin medalın o biri yüzünə baxaq. İşə götürənlər üçün nə vəd edir bu platforma? Onların işini necə asanlaşdırır? İşə götürənlər üçün də, belə deyək, hər tərəfli bir paket təklif olunur. Onlar üçün xüsusi bir idarə etmə paneli, yəni dashboard var. O panel nə işə yarayır? Orada vakansiyaları çox detallı şəkildə, məsələn, maaşı, vəzifə tələblərini, hətta iş yerindən şəkilləri belə əlavə edərək yarada bilirlər. Redaktə etmək, kateqoriyalara bölmək, hamısı mümkündür. Yəni elanları çox informativ etmək olur. Bəli. Müraciətləri qəbul etmək üçün də fərqli yollar var. İstəsələr elə platformanın özündən qəbul edə bilərlər, istəsələr xarici bir linkə yönləndirə bilərlər, ya da e-poçtla, hətta birbaşa telefon zəngi ilə. Bu çeviklik yaxşıdır, şirkətlərin fərqli prosesləri olur. Düzdür. Sonra gələn müraciətləri asanlıqla idarə edə bilirlər, statuslarını izləmək, məsələn, baxıldı, müsahibəyə dəvət edildi kimi və real vaxt rejimində bildirişlər almaq imkanı var. Bu da iş prosesini nizamlayır yəqin ki. Bir də analitika barədə deyəsən məlumat var idi. Yəni, elanların effektivliyini ölçmək olur. Bəli, bu çox vacibdir. Vakansiyaların performansını izləyə bilirlər. Neçə dəfə baxılıb, nə qədər müraciət gəlib və s. Bu, analitika və hesabat alətləri onlara kömək edir ki, daha məlumatlı qərarlar versinlər. Hansı elan işləyir, hansı yox. Anladım. Bu, dataya əsaslanan işə qəbul deməkdir. Başqa nələr var onlar üçün?
Namizədlərlə birbaşa platforma üzərindən mesajlaşa bilirlər. Bu da əlavə e-mail yazışmalarını azaldır. Hə, bu da rahatdır. Öz şirkət profillərini yaradıb fərdiləşdirə bilirlər. Loqo, banner, şirkət haqqında məlumat. Bu da brendinq üçün vacibdir. Əlbəttə. Bəs namizəd axtarışı necə? Sadəcə elana müraciət gözləyirlər, yoxsa özləri də axtara bilirlər? Hər ikisi bacarıq, təcrübə kimi müxtəlif filtrlərlə aktiv şəkildə namizəd axtarışı elə bilirlər. Hətta sistemə yeni, onların kriteriyalarına uyğun namizəd qoşulanda bildiriş alırlar. Keçmiş müraciətlər bazasından da uyğun profillərə baxa bilirlər. Bu proaktiv axtarış imkanı da yaxşıdır. Qiymətlər necədir bəs işə götürənlər üçün? Qiymət planları şəffaf və çevik görünür. Toplu elan yerləşdirmək üçün endirimlər, sınaq müddətləri kimi təkliflər də var. Aydın oldu. İndi isə biraz da texnologiya və gələcək planlar haqqında danışaq. Təhlükəsizlik məsələləri necədir? Bu günlərdə çox aktualdır. Təhlükəsizliyə xüsusi önəm verildiyi görünür. Mənbələr deyir ki, SSL sertifikatı var, yəni saytla sizin aranızdakı məlumatlar şifrələnir, məxfilik siyasətləri mövcuddur. Bu standartdır, amma vacibdir. Bəli. Həmçinin işə götürənlərin dövlət reyestrində qeydiyyatının olub-olmadığı yoxlanılır. Bu da saxta elanların qarşısını almağa kömək edir. Əgər hər hansı şübhəli fəaliyyət görsəniz, onu bildirmək üçün də mexanizm var. Yaxşı düşünülüb. Mobil uyğunluq necə? Çoxumuz işi telefonda axtarırıq. Veb-sayt mobil cihazlara tam uyğundur, yəni responsiv dizayndır. Bu da vacibdir. Gələcək planlar daha da maraqlı görünürdü. Süni intellekt dediniz bayaq. Bəli, gələcək üçün planlar həqiqətən iddialıdır. Süni intellekt əsaslı bir neçə funksiya üzərində işləyirlər. Biri, iş axtaranlar üçün JobZone chatbot, yəqin ki, suallara cavab verən, axtarışda kömək edən bir bot olacaq. Chatbotlar indi çox populyardır. İşə götürənlər üçün isə ATS, yəni Applicant Tracking System inteqrasiyası planlaşdırılır. Bu sistem müraciətləri analiz edib, ən uyğun namizədləri seçməyə kömək edəcək. Hətta iş elanının mətnini yazmaq da kömək edən bir AI funksiyası da ola bilər. Bu işə götürənlərin işini xeyli yüngülləşdirər. Bir də freelancerlər üçün nəsə var idi deyəsən. Bu da maraqlı bir istiqamətdir. Gələcəkdə sərbəst işləyənlər, yəni freelancerlər üçündə platformada xüsusi bir bölmə yaratmaq planları var. Orada onlar öz profillərini yarada, iş axtara biləcəklər, hətta bəlkə də bir tender sistemi də ola bilər. Bu da Azərbaycanın artan freelancer bazarı üçün çox aktual ola bilər. Tamamilə. Bütün bunları ümumiləşdirsək, görünən odur ki, jobzones.co texnologiyadan, xüsusilə də AI-dan istifadə edərək Azərbaycanın əmək bazarındakı bəzi çətinlikləri, məsələn, uyğun namizədi tapmaq, prosesin uzun çəkməsi kimi həll etməyə çalışır. Və vacib məqam odur ki, mənbələrə görə onlar istifadəçi rəylərinə çox diqqət yetirir və platformanı daim təkmilləşdirməyə çalışırlar. Deməli, yekun olaraq deyə bilərik ki, jobzones.co Azərbaycanda həm iş axtaranlar, həm də işə götürənlər üçün müasir, texnoloji, istifadəçi yönümlü və daim inkişafda olan bir platforma olmağı hədəfləyir. Əsas məqsəd də belə başa düşdük ki, texnologiya vasitəsilə sizin kimi istedadları doğru fürsətlərlə effektiv şəkildə birləşdirməkdir. Bəli, məncə yaxşı ümumiləşdirmədir. Və sonda dinləyicilərimizi biraz düşünməyə sövq edəcəyi bir sual. Görəsən, bu cür platformalar, xüsusilə də süni intellektin və freelancerlərə yönəlik funksiyaların tam inteqrasiyası ilə yaxın gələcəkdə Azərbaycanda insanların sadəcə iş tapma üsulunu necə dəyişəcək? Bəlkə də ümumiyyətlə işin özünün və işə qəbulun mahiyyəti dəyişəcək. Maraqlı dövrlər gəlir deyəsən. Həqiqətən düşündürücü sualdır. Bu dərin təhlil üçün sizinlə birlikdə bu mənbələri müzakirə etmək çox xoş oldu. Dinlədiyiniz üçün sizə də təşəkkür edirik.